Deməli, uşaqlar, monitoring 3. Bir şam hər yarım dəqiqədən 1, yarım dəqiqə, yəni 30 saniyəyə və yaxud 0,5 dəqiqəyə 1 sm əriyir. Hündürlüyü 26 sm olan şam 19:01-də yanmağa başlayarsa neçə saat sonra sönər? Uşaqlar, 26 sm-in tam əriməsi üçün hər 1 sm-ə 0,5 dəqiqədirsə, 26-nı 0,5-ə vururam, edir 13 dəqiqə. 19:01-də başlayıbdırsa, üstə 13 dəqiqə gələk, 19:14-də əriyib bitəcək. Elçin dayı yetişdirdiyi 1944 pomidoru, kiloqram pomidoru 18 kiloqram yeşiklərə dolduraraq bazara aparır. Satıcı bazara neçə yeşik aparır? 1944-ü bölürsünüz uşaqlar 18-ə. Rəqəmləri cəmi 18 edir, deməli 9-a bölünəcək. İstəsəz əyri ixtisar da apara bilərik. Nəysə olsun, yaxşı. 18, çıxdım 1. İçində yoxdur, 4-ün içində yoxdur, 0, 144-ün içində 8 dəfə. 108, o da D variantı. Artma sırası ilə düzün, -21, -19, 0, 18 və 20. Doğru cavab olacaq uşaqlar, A variantı. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 dənəsindən uşaqlar 3 rənglidir, yəni 4də biri, o da B variantı, rənglənmiş hissəni soruşur. Bunu uşaqlar tənasübdür, çarpaz vurursunuz. 4 vurulanda x minus 10-a 4x minus 40, 15 vurulanda x minus 1 onda 2-yə, 15x çıxılsın 18 edir. Bunların fərqi -11x, bu bura keçir müsbət 22. X bərabərdir -2-yə, D variantı. 24 ədədi ilə -1 ilə -4 arasındakı tam ədədlərə ayrı-ayrı bölünərək bir-birinə vurulur. 24-ü bunların arasındakı ədədlər -2, -3-dür. -2-yə böləndə -12, 24-ü -3-ə böləndə -8 edir. Alınan ədədlər ayrı-ayrı bölünərək bir-birinə vurulur. -12-ni -8-ə vuranda uşaqlar müsbət 96 edir, o da A variantı. İşin 25% qutardıqdan sonra görülməmiş hissə nə qədər qalır? 25% bilirik ki, %25, yəni 4də 1 hissədir. 4də 1 hissəsi görülübdürsə, görülməmiş 4də 3 qalar, o da D variantı. Cədvələ görə aşağıdakılardan hansı yanlışdır? Deməli, yazıbdır ki, 6B-də 25 şagird var. Bəli, oğlanlı qızlı 25 şagird var, bu doğrudur. 6C-də 7 qız var. Bəli, bu da doğrudur. 6A-da 26 şagird var. 17-nin üstə 8 gələndə 25 edir, yanlış olan C-dir. 6-cı sinif şagirdləri 75 nəfərdir. 25, 25, bu da 25. Bəli, 75 nəfərdir. Bu da yanlışdır. Doğrudur. Yanlış olan C variantıdır. Gəlin bunları faizə çevirək. Bu da rahat. 100-ə vururam 15%, 100-ə vururam 25%. 25, 15, 40, üstə də 35 gələndə 75%. Burada qalır 25%. Voleybol oynayanlar 25%-dır. Doğru cavab olur uşaqlar. A variantı. Atanın yaşının oğlunun yaşına olan nisbəti 7-nin 2-yədir. Atanın indi 49 yaş var. 7x 49-dur. Deməli, x 7-dir. Oğlun da 2x olduğu üçün 14 yaş var. 6 ildən sonra oğlun neçə yaşı var? Olacaq 20 yaş. Doğru cavab A variantı. X və Y kəmiyyətlərinin düz mütənasib olduğunu bilərək cədvəli tamamlayın. Düz mütənasib kəmiyyətlərin uşaqların nisbəti sabitdir. Yəni, 65-i 13-ə böləndə 5 edirsə, hamısında o qayda ödənməlidir. 75-i 5-ə bölürük 14. Əksinə, yəni x-i 5-ə vuranda y qalınır. 21-i 5-ə vururam 105. Nəyi 5-ə vuranda 7 onda 5 edir? 1 onda 5-ə. 14, 105 və 1,5. Doğru cavab D variantı. Tərs mütənasib asıl desəydi, hasili bərabər olmalıydı. Yazıbdır ki, 25 kilometrə 4 litr yandırırsa, 600 kilometrə nə qədər yandırar? Bunu tapmaq üçün düz mütənasib asılıqdır. Çox yol geçsə, çox yandırar. Çarpazda vura bilərsiniz. Ya da 25-i neçə dəfə artırıb 600 alıblarsa, 4 o qədər dəfə artırırsınız. Çarpaz vuraq. 25x bərabər 4 vuraq 600. 25-ə bölürəm 1, 25-ə bölürəm eləyir deməli 22. Cavab edir. Bir dəqiqə uşaqlar. 25-ə böldüm 2, 100-ün içində 4 dəfə. 24 4-ə vururam 96. Doğru cavab D variantı. Düzbucaqlı şəklində olan bağın ölçüləri 5 cm, 8 cm-dir. Bu bağın eni 400 metr olarsa, bu bağın sahəsini tapın. Normalda, bax, balaca maketdə 5-in 8-ədir. Böyük maketdə isə normalda, yəni realda, planda belədir. 400 metrdir eni.
Yəni, deməli, bu xəritənin planımı belə deyək, miqyası 1/80-dir. Yəni, 80 dəfə kiçilibdir ölçülər. 8-i onda 80-a vururam, 640-da deməli, bunun nəymiş yoldaşlar? Uzunluğu realda. Sahəni tapmaq üçün 400-ü 640-a vururam, 3 0 sonunda yazılır. 4-ü 64-də vururam, 256 edir. Doğru cavab olur A variantı. Oturacağının çevrəsinin uzunluğu, yəni 2πr 14 pidir. Bunlar gedir, radius deməli 7-dir uşaqlar. Silindrin həcmi isə oturacaq vuruş hündürlükdür. Radiusu 7-dirsə, 7-nin kvadratı 49 pi bizim oturacağımızın sahəsi, 8-ə vururuq hündürlüyümüzə. Deməli 2 7 yadda, 32 7 də yadda, 39. 392 pi eləyir, o da B variantı. Uyğunluğu müəyyən edin. Əks ədədlərdir, 1-ə gedir uşaqlar. -14 və -14 əks ədədlərdir. A-dan B-ni çıxanda naturaldır, 2-ciyə gedir. 15-dən -13 çıxanda əks təsir eləyir. -28 alınır, B variantı bura gəlir. Hasil naturaldır, bura gəlir. 8-i 25-ə vuranda 200 eləyir, naturaldır. AB cəmi 0-a bərabərdir, bura gəlir. Çünki tərs ədədlərin cəmi 0-dır. 1-ə AD, 2-yə B, 3-ə C. Doğru cavab olur A variantı. Avtosalonda bir avtomobil 3610 manat xeyirlə 27.940 manata satılmışdır. Bu avtomobil satılsaydı neçə manat zərər olardı? İndi baxın uşaqlar, biz birinci bunun maya dəyərini bilməliyik. Artıqlaması ilə 27.940-a satılıb. Gəlin maya dəyərini tapaq. 27.940-dan çıxıram 3610-u. 24.330 manat bunun maya dəyəridir. Lakin bunu da satıblar uşaqlar 21.700 manata. Deməli 2630 manat zərərə uğrayıblar. O da A variantıdır. İki qarşılıqlı bucağın deyir uşaqlar cəmi 132-dir. Qarşılıqlı bucaqlar bərabərdir uşaqlar. Cəmi 132-dirsə deməli hər biri 66-66-dır. Deyir ki, bu bucaqlardan birinə qonşu olan bucağın dərəcə ölçüsünü tapın. 66-nın qonşusu da uşaqlar neçədir? 114. Doğru cavab olur C. 43-də gördüyünüz şəkil açıq bucağı verir ya da qonşu bucaqda da deyə bilərsiniz. Cəmi 180-dir. 4x plus 72 180-ə, 4x 108-ə, x bərabərdir 27-yə. Doğru cavab olur A variantı. Yazıb 12 fevral tarixində Qusarda havanın temperaturu 3 dərəcə Selsi, Moskvada isə Qusardakı havanın temperaturundan 33 dərəcə soyuq, yəni -30 dərəcə Selsi. Qreylandiyada isə Qusardakı havanın temperaturundan 2 qatı qədər daha soyuqdur. Bunun 2 qatı 6 dərəcə daha soyuqdur. 3-dən 6 çıxıram, -3 dərəcə Selsidir deməli. Deyir 12 fevral tarixində Qreylandiyadakı hava temperaturu nə qədər olmuşdur? Burada uşaqlar 2 qatı qədər daha soyuqdur. Burada uşaqlar məncə səhvlik var. Çünki cavabların heç biri həm uyğun gəlmir, həm elə düşünə bilərsiniz. Həm də burada nəsə çatışmazlıq var. Yazıb Qusarda havanın temperaturu 3 dərəcə Selsi. Moskvada isə Qusardakı hava temperaturunun 33 dərəcə soyuq, yəni -30 dərəcədir. Qreylandiyada isə Qusardakı hava temperaturunun 2 qatı qədər daha soyuq. Qreylandiyada Qusardakı hava temperaturunun 2 qatı qədər soyuqdur. Hesablayın. Belə yox cavab. Burada nəsə sualda biraz səhvlik var. Qusardakı hava 3 dərəcə Selsidir. Bu da Qusardakı havadan 2 qatı qədər, Qusardakı havanın 2 qatı 6-dır. 6 dərəcə daha soyuqdur. 3-dən 6 çıxanda -3 eləyir. Burada yəqin ki, Moskva ilə əlaqəli nəsə demək istəyib, səhvlik olub. 45-də deyir ki, diametri 1-dir, çevrənin uzunluğu. Çevrənin uzunluğu 2πr, yəni 2r deyəndə diametri başa düşülür. 1 pidir. O da olacaq doğru cavab A variantı. Mehriban və Xalid məktəb tədbiri üçün təmizləyək bəlkə səhifələri. Mehriban və Xalid məktəb dəftəri üçün təbaşir və markerləri bərabər sayda paketləri yerləşdirmək istəyirlər. Xalidin 168, onun isə 120 markeri var. Hər ikisini uşaqlar eyni sayda paketləmək istəyirlər. Yəni hər ikisini eyni ədədə bölmək istəyirlər. Biz bunlara əbab axtarırıq. Elə bir ədəd axtarırıq ki, 168 ilə 120 də bölünsün. 168 ilə 120-nin sadə vurğuları ayıraq. Tamam.
2-yə 84, 2-yə 42, 2-yə 21, 3-ə 7, 7-yə 1. 120-ni 2-yə 60, 2-yə 30, 2-yə 15, 3-ə 5, 5-ə 1. Ortaq 2-dir. Yəni 2-dir. 2-dir. 3-dür. Nəticə edir 24. Deməli, 24 dənə uşaqlar paket var. 168-i 24-ə bölürük. Ya da bax, belə də izah edə bilərəm sizə. Burada bax, silinməyən nə qaldı? 2 getdi, 2 getdi, 2 getdi. 3 getdi. Burada qaldı bir dənə 7. Ya da 168-i 24-ə böləndə cavab 7 edir. Burada silinməyən nə qaldı uşaqlar? 5. 5, deməli, hər 24 paketə yığıldı. Təbaşirlər də, markerlər də. Hər təbaşir paskasının içində 7 təbaşir. Hər marker paskasının içində isə 5 dənə marker var. Düzbucaqlının perimetrinin 1/4, perimetrinin yarısı 1/4 santimetrdir. Bax, düzbucaqlının perimetri 2 vuraq A plus B-dir. Bunu da 2-yə böləndə elə A plus B qalır. 1/4-dir. Uzunluğu isə 11-də 2-dir. 11-də 2-nin üstünə nə gələndə 4/1 edir. Bunu tapmaq üçün 4/1-dən 11-də 2-ni çıxırsınız. Ortaq məxrəc 44-dür. Birincinin hər tərəfini 11-ə, 44-də 11. İkincinin hər tərəfini 4-ə vurursunuz. 44-də 8. Nəticə edir 44-də 3. 48-də nə deyir? Zərifə 200 səhifəlik kitabı 800 günə, Orxan isə 5 gün oxuyursa, Zərifə və Orxan bir günə cəmi neçə səhifə kitab oxuyur? 200-ü bölürəm 8-ə 25 səhifə 1 oxuyur. 200-ü bölürəm 5-ə 40 səhifə 1-i. İkisi birlikdə 65 səhifə oxuyarlar. Palıd ağaclarının sayı 200 olarsa, bütöv neçədir ki, onun 3/1 200-dür? Nəyi? Hansı ədədin 3/1 hissəsi 200-dür? Bunu tapmaq üçün 200-ü 3-ə vurub 1-ə bölürük, 600 edir. Belə tapa bilərsiniz. 600-ün deməli 2/1-i, 3/1-i 200 bura düşür. 600-ün 5/1 hissəsi 120 bura düşür. Şamı tapmaq üçün bu ikisini toplayıram 320, 600-dən 320 çıxıram 280. Ya da hissə olaraq da tapa bilərdiniz. Bir boru 6 saatı, digəri 9 saatı doldurur. Daha doğrusu hər iki boru 1 saat açıq qalarsa, hovuzun hansı hissəsi dolmuş olar? 6-da 1, 1 saata bu 6-da 1-ini doldurur. Digərisi 9-da 1-ini doldurur. Toplamda hər tərəfin ortaq məxrəc 18 deyilsə, buranı 2-yə vururam. 18-də 5-i dolu olar. Hansı hissəsi dolu olar? Elə 18-də 5 hissəsi. Boş desəydi 18-də 13 götürərdiniz.